Hər kəs salam dostlar, mən Cəmiyyət kanalıma xoş gəlmisiniz. Bugün buraxılış kitablarımızdan azad oluruq. Deməli dostlar, bu videonu çəkmək əslində mənim ağlımda yox idi. Çünki həm blok imtahanı, həm də buraxılış imtahanı bir yerə verib elə çəkmək istəyərdim. Amma sonra dedim ki, niyə birinci buraxılış kitablarımı aradan çıxartmıram dedim. Birazdan açacağım buranı. Çox dəhşət dərəcədə kitablar var və çox dəhşət qarışıqdır. Ona görə indidən üzr istəyirəm. Videoya keçməzdən əvvəl buradan Instagram və TikTok səhifələrimi də izləməyi unutmazsanız çox sevinərəm. Elə isə keçid eləyək videomuza. Bəli dostlar, deməli hal-hazırda açırıq şkafımızı. Gördüyünüz kimi hazırsınız. Çox risk açdım, nəsə. Gördüyünüz kimi şkafımızın vəziyyəti budur. Çox dəhşət dərəcədə qarışıqdır hal-hazırda şkaf və heç başlamaq istəmirəm, amma başlamalıyıq. Gəlin birlikdə başlayaq. Deməli, bu Azərbaycan dilidir. Bu Güvən nəşriyyatının bilirsiniz ki, PR boxundan gəlmişdi, PR paketindən çıxan bir kitabdır. Bunu bir qırağa qoyaq bura. Azərbaycan dilini bir qırağa qoyduq. Daha sonra burada ingilis dili PDF-lərimiz var bizim. Burada gördüyünüz kimi ingilis dili PDF-lərimiz var və ingilis dili PDF-lərin yəqin ki, bunları ataram, ya da saxlaya da bilərəm, bilmirəm. Bunlar qalsın hər iki bir kənarda, bunları da bir kənara qoyaq. Yenə bizi Azərbaycan dili bir kitabı qarşılayır. Bu kitabı Envi Akademi tam işləyib qurtarmamışdıq bu kitabı. Hətta üzərində heç yazılmayıb, sadəcə dəftərdə işləyirdim mən. Ümumiyyətlə çox kitabları dəftərdə işləmişəm. Aha, daha sonra riyaziyyatdan ellər. Bura lazım olacaq, bu hələ ki lazım olur. Bu gedir hələ ki blok imtahanımız var. Riyaziyyatı bir kənara qoyaq. Fizikanı da bir kənara qoyaq. Yenə Azərbaycan dilindən bir kitab qarşılayır bizi. Gördüyünüz kimi bu kitab. Bu kitabı da Güvən PR boxundan çıxmışdı. PR boxundan çıxmışdı, nədir? PR paketimizdən gəlmişdi. PR paketin içində var idi bu Azərbaycan dili Güvən nəşriyyatı kitabı da. 9-cu sinif kitabıdır. Yəni, Shorts'da qısacası kitablar haqqında danışmışam. Shorts'u gedib baxa bilərsiniz kanalımda. PR box'da bağlı bir shorts var. Yenə bizi riyaziyyat qarşılayır, amma riyaziyyatı bir kənara qoyacağıq. Bu da Güvən PR boxundan çıxmış bir kitabdır. Onu da bir kənara qoyuruq, blok fənnidir deyə. Aha, o bildiyiniz əziyyət iyisi gələn toplu. Abart. Abartmıram. Yox, təzəyi gələrəm. Allah Allah. Neysə, həqiqətən bu topluluğun üzərində biraz yazılar var dostlar. Belə göstərim. Gördüyünüz kimi. Hətta mən bu mətnlərini mətnlərə baxın. Nə qədər sözlər var. Bunu atmağa heç əlim gəlməz. Çox dəhşət dərəcədə sözlər var. Buradan ingilis dilindən salınır. Gələk buradakilara. Burada yenə bizi Azərbaycan dilindən bir kitab qarşılayır. Güvən nəşriyyatının kitabı. Yenə Güvən PR boxundan çıxmış bir kitabdır. Bəli, davam edirik. Hansı kitabda qalmışdıq? Azərbaycan dili kitabından danışdım. Güvən PR paketindən çıxmış bir kitab idi. Daha sonra burada 504 words var dostlar. Həqiqətən ingilis dilini yaxşı bir şəkildə öyrənmək istəyirsinizsə bu kitabı tövsiyə edə bilərəm. Abartmıram həqiqətən. Çünki bunun içindəki sözlər olsun, içindəki definitionlar olsun, həqiqətən çox yaxşı bir sözlərdir. Sırf bu buraxılış imtahanına hazırlaşanlar üçün deyil, ümumiyyətlə ingilis dilinizi inkişaf etdirmək istəyirsinizsə bu kitabdan istifadə edə bilərsiniz. Burada kitabçamız var, lazımsız. Azərbaycan yox, bu hansı qayda dəftərimdir? Mənim ingilis dili qayda dəftərimdir, bəli dostlar. Bu vision boarddur, üz qabağında bunun vision boardum var, amma içi qayda dəftərdir. Ümumiyyətlə ingilis dilindən nə qaydalar keçmişəmsə, hər biri var bu qayda dəftərimin içində. Belə alfabetdən başlayır, gördüyünüz kimi. Yəni ilk dəfə ingilis dili hazırlığına gedəndən 9-cu sinif hətta olmamışdı, yayındaydı 9-a hazırlığımızın, 8-ci sinifin axırında. O vaxtı getmişdim yayda və onun oradan ümumiyyətlə nə keçmişəmsə 11-ci sinifdə indiyə kimi hər bir şey var bunun içində. Aha, bunu da bir kənara qoyaq. Sonra mən bu kitabları hara qoyacağım özüm də bilmirəm. Gəlirik bu hissə, bizdə informatika, fizika və ingilis dili kitablarımız var. Gördüyünüz kimi informatika ilə fizikanı yenə bir kənara qoyuruq. Bu arada bu informatika kitabından qaydalarımı mən bu kitabdan oxuyuram. Güvən nəşriyyatının kitabıdır. Aysel Məmmədovanın kitabıdır. Ümumiyyətlə informatikadan nə nəzəri biliklərim varsa hamısını bu kitabdan öyrənmişik. Müəllimlərimiz hamısını bu kitabdan öyrədib bizə.
Yəni sizə də tövsiyə görə bilərəm. Həqiqətən çox yaxşı bir kitab. İngilis dilindən belə bir kitabımız var. Güvən nəşriyyatının kitabıdır. İndi bir çoxunuz deyirsiniz ki, niyə bir çox kitabın Güvən nəşriyyatıdır? Çünki bu kitabların hardasa 16-17 mi dənəsini Güvən nəşriyyatı mənə göndərmişdi. PR paketi olaraq. Yəni ona görə bir çoxsu belədir. İndi isə davam edirik. Burada bizim fayllarımız, yox fayl deyil bu. Kağızdır. Burada nələr yazmışam? Testlər, riyaziyyat sınaqları. Riyaziyyat sınaqları işləmişdim. Gecə saat 4-ə kimi işlədim. Riyaziyyat sınaqlarıdır bunlar. Buraxılışdan əvvəl, buraxılışa bir neçə həftə qala işlədiyim sınaqların həlləridir. Çox da qəşəng olmadı amma riyaziyyat o qədər əziyyətə dəymədi. Nəysə. Bu mövzuya girməyək. Burada ingilis dilindən testlərimiz var. Zaçotlarımız, müəlliməmizin zaçotları, müəllimimiz öz testləri, öz hazırladığı. Burada yenə bu IELTS şeylərdir, IELTS paragraflarıdır. Mən sadəcə bunun arxasının A4-dən istifadə edirdim, ziyan olmasın deyə. Bu hissədə nələr var? Yenə bir çoxsu bunların PDF-dir. Ona görə PDF-ləri sürətli bir şəkildə keçirəm. Burada riyaziyyat dəftərim var mənim. Həmən o məşhur pişikli dəftər dostlar, gördüyünüz kimi riyaziyyat dəftərim. Belə bir ingilis dilindən kitabımız var. Biz 10-cu sinifdə demək olar ki, bu kitabdan işləmişdik. 10-cu sinif ingilis dili readinglərimizi. Bu kitab bizə yardım oldu mu? Yəni az da olsa dəstəyi dəydi həqiqətən. Yəni ümumiyyətlə sizə reading üçün tövsiyə edəcəyim sırf bir kitab yoxdur. Yəni readingin pisi yaxşısı yoxdur. Hamısı reading. Nə qədər çox işlərsəniz o qədər yaxşı olar deyə düşünürəm. Məndə reading səhvsiz idi ingilis dili buraxılışda. Bu kitabın da faydası toxundu deyə bilərik yəni. Bu kitabı biz bitirmişdik, səhv eləmirəmsə. Bu kitabı da qoyuruq bir kənara. Gəldik ən belə köhnə 2023-cü ilin toplularına. Gördüyünüz kimi həqiqətən. Bu fizikadır. Bunu mən həmişə bu fizika toplusunu həmişə Azərbaycan hazırlığıma səhvən aparırdım. Elə bilirdim ki, Azərbaycan dili toplusudur. Qarışdırırdım həmişə. Fizikanı da eyni şəkildə Azərbaycan dili aparırdım. Nəysə, elə bir hərəkətlər olub. Və burada ingilis dili toplumumuz var. 2023-cü il. Bunu istifadə eləməmişik. 9 və 10-cu sinifdə istifadə eləmişdim. Amma bu il istifadə eləməmişəm. Ümumiyyətlə, bu il mən çox toplu almamışam deyə bilərik. Sadəcə ingilis dili toplusu almışam. Bu qədər. Bir də ingilis dilindən toplamışam, səhv eləmirəmsə. Burada bizim riyaziyyat qayda dəftərimiz var. İçində qaydalar və s. Və burada bizi yenə ikinci hissə eyni şəkildə 2023-cü il ingilis dili toplusu qarşılayır. Bunu da bir kənara qoya bilərik. Azərbaycan dilindən bu kitab. Bu kitab həqiqətən 9-cu sinif boyunca işlədiyim kitablardan ola bilər. Bu Azərbaycan dili hansı kitabda? Aytən Qasımova, Surac Bəşirov, Vüqar Adilovun kitabıdır. Belə bir mətn kitabıdır dostlar. Bunun birinci hissəsini də bu arada biz işləyib bitirmişdik. Bəzi mətnlər var aralarında işləməliyim, amma ümumiyyətlə bu kitabı bitirmişdik, səhv eləmirəmsə. Piu. Nəysə. Oyda bu kitab 2010-da. Dostlar görün nə tapdı. Həqiqətən tarixi bir iyi var da bu toplunun. Azərbaycan dili toplusu birinci hissə. 2019-un idi səhv. Bəli, 2019-cu ilin kitabıdır gördüyünüz kimi. Həqiqətən. Bu kitabdan istifadə eləmişdim yoxsa yox? Məncə eləməmişdim. Bunu eləməmişəm. Sadəcə şkafımda var, bilməm niyə. Şkafımda ümumiyyətlə çox qəribə şeylər var. Kim nə tapdı mənim şkafımda qoyur evdə. Bilməm sizdə də elədir yoxsa yox. Həqiqətən bizdə belədir. Aha. Gəldik. Yenə PDF-lər. Bu PDF-lərin %90% da ingilis dili PDF-ləridir. Qaydaların PDF-ləri olsun, sözlərin PDF-ləri olsun və s. kimi. Qalan faizdə riyaziyyat filandır. Böyük ehtimal. Gəldik. Burada IELTS kitabımız var. Mən bunu əvvəl işləyirdim. 9-dan 10-cu sinifdən təxminən işləməyə çalışırdım daha doğrusu. İçindəki readinglər, baxın bu bir readingdir gördüyünüz kimi. Bu hələ səviyyə kitabıdır. Yəni IELTS sırf özü üçün deyil. 5-6-5 reading arası B2 səviyyəsində bir kitabdır. İşləməyə çalışırdım 10-cu, 9-cu sinifdəki readingim nə qədər inkişafəsi o qədər yaxşıdır. Amma çox da bacaramadım. 2-3 dəfə işlədim, sonra başım bıraxdı. Aha. Bizdə belə ingilis dilinin 6-cı sinif toplusu var. Bunu 10-cu sinifdə aldırmışdım mənim səhv eləmirəmsə. Bizə belə yenə gördüyünüz kimi belə asan readinglər falan işləyirdi, amma
asan verirdi, çox verirdi. 10 dənə reading falan verirdi müəllimə bizə bundan. Daha sonra bizi yenə 2023-cü il Azərbaycan dili topçusu qarşılayır. Bu il Azərbaycan dili topçusu almamışam 2025-ci il nəşr. Sadəcə 2023 nəşr var məndə. Və bu toplumun da üzərində çox az sayda işləmişəm. Çox belə bəzi yerlərdə işləmişəm bu toplumun üzərində. Biraz mətnlərdə işlənmiş ola bilər. Bu toplunu evdəkilərdən də işləyən olmuşdu. Ona görə biraz çox yönlü bir toplu olub. Gəldik İngilis dilindən Nərgiz Nəcəfin test nə indi? Qaydadır bu, lüğətdir, nəysə. Deyəsən lüğət, aha bəli, lüğət kitabıdır bu. Bu kitabı 9-cu sinifdə istifadə eləmişdi. Mənasız bir kitabdır deyə bilərəm. 10-cu sinifdə də istifadə elədik, 11-də heç eləməmişik. Burada nələrimiz var bizim? Gördüyünüz kimi belə dəftərlər və s. Burada da informatika dəftəridir bu. Belə bir kitab. Bu kitabı deməmişəm. Sınaq imtahanı kitabıdır bu. Nərgiz Nəcəfindir bu da. 100 dənə sınaq var içində səhvəm. 100 sınaq, 3000 test var içində. Amma sadəcə təxmini içindən 15 sınaq falan işləmişəmdir. Yəni 9-cu sinif üçün almışdım. Sırf 9-da işləmişdim bunu. 9-cu imtahanına hazırlaşanda. 10-cu sinifdə, 11-ci sinifdə qəti şəkildə işləməmişəm bundan. Məndə niyə riyaziyyat 10-cu sinif dərsliyi var dostlar? Heç bir fikrim yoxdur. Bu niyə məndədir? Nəysə, bunu da qoyaq. Burada gündəlik tapdım dostlar. Bu neçənci ildir? 2023-cü ildə 2023 nə vaxtda düşür? 2 il bunun 9-cu sinif gündəliyim, bəli. 5. 90 bal 5, 60 bal 3, 82 bal 5, 62 bal 4, 80 bal 4, 53 bal 3. Maşallah. Maşallah. Mən niyə 3 yazdım? Gəlin indi keçək bu hissəyə. Bu hissədə ilk olaraq bizi nə qarşılayır? Belə bir sınaq qarşılayır. Yaş məsələləri sınağı. Riyaziyyatdan yenə buraxılışa hazırlaşdığım son bir ayda işləmişdim bu yaş məsələlərini. Dostum var idi, o vermişdi PDF-ni, ümumiyyətlə çıxartdırıb vermişdi, çox sağ olsun, buradan ona salamlar. Və həqiqətən bunlardan da işlədiyim sınaqlar olmuşdu. Burada mənim cədvəlim var, sizlərlə birlikdə Google Meet cədvəli, canlı yayım cədvəli. Bu arada məndən mövzuya bir aydınlıq gətirmək istəyirəm. Mənə sosial mediadan və ya WhatsApp-dan yazıb soruşursunuz ki, Google Meet üzərindən dərslərimiz blok üçün davam eləyəcək, yoxsa yox? Hal-hazırda olmayacaq, çox təəssüflər olsun ki, çünki hal-hazırda yəni, o qədər imtahana bir ay qala fokuslandığım qədər fokuslanmamışam. Çünki axşamları saxlamıram daha çox dərslərimi, gündüz vaxtları imkan olduqca eləməyə çalışıram. Eləyirəm hətta, eləyib bitirirəm gündüz vaxtları. Və Google Meet-də də biz axşam qoşulduğumuz üçün, axşam da dərsi çox eləmədiyim üçün, yəni qoşula bilmirəm hal-hazırda. Amma mütləq bir şəkildə nə vaxt qoşulacaqsa, mən yenə Instagramda və ya hər hansısa bir sosial media platformasında bunu bildirəcəm sizlərə. Belə, bunu da aydınlıq gətirmək istədim. Davam edək. Burada riyaziyyat qaydalarım var, ümumi bir şəkildə. Burada yenə 2023-cü ilin Azərbaycan dili 2-ci hissə test topçusu qarşılayır bizləri. 9-cu sinif buraxılış vərəqimi tapdım dostlar. Və burada belə bir kitablarımız var. Listening kitabı var. Vüsalə Qurbanlı idi bu deyəsən. Bəli, Vüsalə Qurbanlının listening kitabı var. Bu kitab həqiqətən mənə listeningə təzə başladığım vaxtlarda çox kömək olmuşdu. İçində çox rahat səviyyədə bir listeninglər var və 100 dənə listeningdir. 100 dənə listening rahat şəkildə olsa belə siz özünüz eşidib, dinləyib yazsanız, həqiqətən biraz inkişaf ola bilər sizin dinləmənizdə. Nərgiz Nəcəfin əl yazmaları ilə 5555 testi. Yəqin ki, bunu bir çoxunuz istifadə edirsiniz və mən də istifadə edirdim 11-ci sinifdə. O 9, 10, 11 ümumiyyətlə istifadə eləmişəm. 9-cu sinifdə almışdım, səhv eləmirəmsə bu kitabı. Yoxsa 10-cu sinifdə nəsə elə bir şey idi. Və burada yenə bir takım PDF-lər və s. kimi bunları heç çıxartma halım yoxdur. Burada da dəftərlərimiz var. Belə. Bilmirəm, başqa qaldı yoxsa yox, amma belə göstərmək istəyirəm, gördüyünüz kimi. Bunlardan ümumiyyətlə, gəlin baxaq, bu qədəri təxmini, hamısı, onlar düşdü, neysə. Bunların bu qədəri
Hamısı Güvən nəşriyyatınındır. Gördüyünüz kimi 10-11-ci sinif arasıdır bu. Və burada 2 dənə də OTK sınağımız var. OTK-ya 11-ci sinifdə 2 dəfə getmişdim. Buraxılışa qədər getmişəm o da. Hələ 11-ci sinifəm bu arada. Blok imtahanında gedərəm bəlkə. Gördüyünüz kimi 2 dənə OTK var. Buraxılışdır ikisi də. Biri 27, 15 fevraldır biri. Biri də 1 mart. Bəli. Və dostlar belə bütün buraxılış kitablarım bu qədər idi. Bu kitabları bilmirəm hal-hazırda nəyəcəm. Və dostlar belə bir şey demək istəyirəm ki, bu kitablar artıq mənim bu kitablarla bir çoxu ilə işim bitib. Yəni artıq mənim üçün yararsız hala gəlib bir çoxsu. Təbii ki də özümdə saxlayacağım kitablar olacaq, amma özümdə saxlamayacaqlarımı atmaq istəmirəm. Sizlərdən hər hansı birinizə vermək istəyirəm bu kitabları, amma həqiqətən ehtiyacı olan birinə vermək istəyirəm. Çünki artıq mənim ehtiyacım yoxdur, yəni işim bitib onlarla. Ona görə sizlərdən birinə. Yəni Instagramı burada qoyuram. Instagramdan yaza bilərsiniz. Əgər həqiqətən ehtiyacınız varsa o kitablardan birinə, göstərdiyim kitablardan birinə. Instagramı bura qoyuram. Instagramdan yazın və mən sizlərə bunu çatdırmağa çalışacağam. Və bəli dostlar, bugünlük videomuzun sonuna gəldik. Belə videoların daha çox gəlməsini istəyirsinizsə, aşağıdan videoya like atmayı unutmazsanız çox sevinərəm. Belə sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, sağ olun. İndi bunları kim yığacaq yerinə? Qaldı mən. Bu qədər kitab bir dənə göstərmək istəyirəm sizlərə. Baxın. Bu qədər kitabı mən yığacağam.